müəllimlər, mən İsayeva Röya, MHÇMİQ sertifikasiya mətn toplusundan 46-cı testin izahını verirəm. Yazır ki, doğru fikirlər tapmalıyıq. İllərlə yanaşı yaşamış iki qonşu var idi. Xeyirlərində, yaslarında ortada olan çəpərlərini sökmüşlər. Həyətə qatmışlar, sevinci, hüznü birlikdə yaşamışlar. Bir gün azğın düşmən kəndə girir, qonşunun birində xəstə, qoca körpü uşaqlar, o birində isə özlərini xilas etməyə fiziki gücü olanlar var idi. Ağlar gözlə böyük dərdlə evlərini tərk etmək istərkən, birdən ailə böyüyünün yadına xilas olmağa, uzaqlaşmağa gücləri yetməyən qonşusu düşür. Dayanın, qonşumuz qaldı. Yaşayacaqsa bir yaşayacağıq, öləcəksə bir öləcəyik. Qocanı qucağınıza götürün, uşaqları kürəyinizə alın, çünki biz onları düşmən əlində buraxa bilmərik. Onlar bizim axirət qonşularımızdır. Bu sevincini, kədərini bir yaşayan, həmvətənlərin ölümünə yol verməyən qonşuların birliyi, həmrəyliyi idi. Bizə doğru lazımdır. Deyir ki, qonşulardan birinin digərini darda qoymaması həmrəylik kimi, bəli, birlik kimi dəyərləndirir. Doğru fikir. Düşmənin kəndə hücumu küslü qonşular deyildi. O qonşular küslü deyildilər. Mehriban qonşular idi. Öz həmvətənlərini düşmən əlində buraxmamaq istəməyən ailə böyüyü yüksək mənəviyyatı, bəli, nümayiş etdirir, doğru. Sonra, qonşuların birliyi düşmənin mənən sarsıdır və ürəklərini onlara qarşı mərhəmət bu hissəni oxumadıq, biz düşmənin reaksiyasını bilmədik. Deməli, 4 olanları və neçə olanları, 2 olanları çıxartdıq. Sonra, düşmən hücum etməmişdən də qonşular arasında yaxın münasibət var idi, bəli, bənd. Gecə 47-yə, mətnə əsasən əminliklə nəyi söyləmək olar? Müalicəvi əhəmiyyətli olan naftalan yağı əsl təbiət möcüzəsidir. Onun haqqında ilk məlumat 12-ci əsrə aiddir. Dünyada yeganə təbii neft müalicəxanası sayılan Naftalan şəhəri Goranboy yaxınlığında yerləşir. Lap qədim zamanlarda naftalan yağı nəinki Cənubi Qafqazda, eləcə də Kiçik Asiyada, İranda və Uzaq Hindistanda minlərlə xəstəyə şəfa verib. 19-cu əsrin ikinci yarısında naftalan xarici sahibkarların diqqətini cəlb edir. Alman mühəndisi Yeger 1887-ci ildə buraya gəlir. O böyük bir sahə alıb birinci quyu qazdırır. Çıxarılan neftin bir hissəsi naftalan dərmanı hazırlamaq üçün Almaniyaya aparılır. Tezliklə Berlində məşhur Naftalan Yeger firması yaradılır. Naftalanın şöhrəti hər yana yayılır. Deməli, bizə nə lazımdır? Əminliklə nə deyərik? Alman mühəndisi naftalana gəlməsəydi, naftalan heç vaxt şöhrət tapmayacaqdı. Deməli, lap qədim zamanlardan şöhrət tapmışdı onsuz da. Deməli, bu fikir səhvdir. Təbiətdə naftalan yağı kimi başqa bir yağ mövcud deyil. Belə bir söz eşitmədik. Deməli, dedi ki, müalicəxanası yağı əsl təbiət möcüzəsidir. Nəinki Cənubi Qafqazda. Deməli, biz belə bir şey görmədik ki, başqa yağ yoxdur deyə cümlə görmədik. Berlində açılan firmada Azərbaycanlılar da işləyirdilər. Berlində firma açıldı. Amma orada kim işlədiyini bilmədik. Naftalan yağından təkcə bizim ölkədə deyil, başqa ölkələrdə də istifadə olunur. Baxın, İranda, nə qədər ölkələrdə xəstələrə şəfa verib. Bəli, doğru. Naftalan Goranboy rayonunun şərqində yerləşir. Naftalan şəhəri Goranboy yaxınlığında yerləşir. Yaxınlığında, oranın şərqində yox. Məzmunu ilə bağlı uyğun. Belə rəvayət edirlər ki, İbn Sinanın sinifində Ömər adlı bir uşaq oxuyurmuş. Onun zəngin atası uyğun fikirlər seçəcəyik. Ömərin təhsil üçün pul əsirgəməzmiş. Bir dəfə müəllim sinifdə Ömərin atası ilə söhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərir. Ömərin atası etiraz edir. Axı onlar eyni məktəbdə, eyni müəllimin yanına gəldilər. Bu necə ola bilər? Müəllim uşaqları sinifdən çıxarıb onların döşəkçələrinin altına dəftər qoyur. Sinifə qayıdan uşaqlar öz yerində əyləşirlər. Ömər heç nə hiss etmir, İbn Sina isə narahat görünür. Müəllim soruşur, uşaqlar bir dəyişiklik hiss etdinizmi? Ömər deyir, yox müəllim, nə olub ki? İbn Sina isə cavab verir, bilmirəm, ya mən böyüdüm, ya da tavan aşağı gəldi. Təsəvvür edin, bir dəftər, nazik dəftərin varlığını hiss edəsən. Deməli, müəllimlər bizə nə lazımdır? Bizə uyğun fikir lazımdır. Baxaq, Ömərin atası Ömərin təhsili üçün çoxlu pul xərcləyir. Ömər savadlı idi. Biz Ömərin baxın, görürsünüz, çoxlu pul xərcləyirdi, doğrudur. Amma deyir, onun zəngin atası pulu xərcləyirdi, amma İbn Sinanı tərifləyirmiş müəllim. Deməli, bu bunun nəticəsi kimi götürməyimiz uyğun deyil. Müəllim uşaqların döşək dəftər qoyur. Ömərin atası İbn Sinanın bacarığının şahidi olur. Baxaq görək, bəli, müəllim Ömərin atasına nə edir? Sübut edir ki, İbn Sina necə insandır? Bacarıqlıdır. Görək o birlər niyə olmur? İbn Sina özünü narahat hiss edir, Ömər narahatlıq keçmir. Bunun səbəbi deyil axı. Görün, İbn Sina narahat olduğu üçün İbn Sina Ömər narahat olmur. Yox, bu onun yükünü daşımır ki.
Müəllim zəngin ataya dərs vermək istəyir. Bilə-bilə Öməri gözdən salır. Yox, sadəcə müəllim mədəni şəkildə ataya izah edir ki, bununla onun düşüncəsi eyni deyil. Ömərin atası kasıb deyil. İbn Sina gözəl təhsil alıb. Ömərin atasının pulundan İbn Sinanın təhsilinin dəxlisi yoxdur. Deməli, B bəndi. 49. Qılman ilkinə aid olmayacaq fikri tapırıq. Axundov adına dövlət mükafatı laureatı tanınmış Nasir Qılman İlkin Musayev 1914-cü ilin aprel ayında Mərdəkanda anadan olub. İbtidai təhsilini Mərdəkanda alan Qılman İlkin 1926-cı ildə 1929-cu ilədək Bakı şəhərindəki 18 nömrəli pedaqoji texnikumda təhsil almış. Əmək fəaliyyətinə Xaçmazan Əhmədoba kəndində müəllim kimi başlayıb. 1931-ci ildə Bakıya qayıdan Qılman Musayev bir Gənc İşçi qəzetində ədəbi işçi kimi işləmiş. Sonra indiki TUISI adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 1936-cı ildə Ali Məktəbin Dil Ədəbiyyat fakültəsini bitirən Qılman İlkin müharibə başlanana qədər Uşaq Gənc nəşrdə məsləhətçi, baş redaktor, müvəqqəti direktor vəzifəsində işləmişdir. Müharibə vaxtı İranda hərbi müxbir kimi fəaliyyətini davam etdirmiş, Təbrizdə çıxan Vətən Yolunda qəzetində əməkdaşlıq etmişdir. Bizə nə lazımdır? Bizə Qılman İlkinə aid səhv fikir lazımdır. Biz bura səhvi tapmalıyıq. Yəni ona aid olmayan fikri tapmalıyıq. Baxaq. Hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Gəlin görək hərbi müxbir kimi baxın İranda özdə. Sonra 12 yaşından 18 nömrəli Pedaqoji Universitetdə 1929-cu ildə Pedaqoji Universitetdə təhsil almışdır. 1926-cı ildən 29-cu ilə qədər. 1926-cı ildə onun neçə yaşı var imiş ki, 14-cü ildə anadan olubdur. 26-dan da 14-ünü çıxırsan, 12 yaş edir. Bəli, edir 12 yaşından 18 yaşına kimi, bəli. Bir müddət müəllim işləmişdir. Baş redaktor kimi bu vəzifə müharibə vaxtı müxbir olmuşdur, əməkdaşlıq etmişdir. Ədəbiyyat fakültəsi gənc məsləhətçi, baş redaktor işləmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. Bəli. 1930-da Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Deməli, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, TUISI adlı universitetdə 1931-ci ildə daxil, 36-cı ildə demir, 31-ci ildə deyir. Deməli, D variantı isə bir sıra qəzetlərlə əməkdaşlıq edib, bunlar doğru fikir. Bizə səhv lazımdır, bizə səhvimizi tapdıq, D bəndi. 50. Mətnin məzmunu ilə səsləşməyən fikir. Nəsrəddin Doysa ona bütün dünyada böyük şöhrət qazandıran məşhur Əxlaq-ı Nasilə əsərində yazırdı. İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə bunu üzə vurmamalı və onu danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli. Ümumiyyə edilən sualda cəmaatı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil cavab verməyə qadir olsa da səbir etməli. O sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Başqalarının söhbətinə qarışmamalı, onlara gizlin qulaq asmamalıdır. Özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Deməli, gəlin görək, səsləşməyən, yəni səhv fikir hansıdır? Çox danışmaq TUISI tərəfindən bəyənilməyən söz olmalı. İnsan çox danışılmalı. Bəli, bəyənməyib düzdür. Ümumi üçün verilən suala cavab vermək üçün tələsmək lazım deyil. Deməli, ümumə verilən sualda görək nə deyir? Cəmaatı qabaqlamamalıdır. Bəli, tələsməməlidir. Başqalarının söhbətinə gizlin qulaq asmaq yanlış hesab olunur. Gizlin qulaq asmamalıdır. Bəli. Danışılan hadisə haqqında əvvəldən məlumatlı olsa da, insan vaxtını boş getməsinin qarşısını almalıdır. Xeyr. Bax, indicə mənə yadıma bilirsiniz nə düşdü? Deyirəm, birdən kimsə bir maraqlı kino danışır. Başqası gəlir tez deyir ki, başlayır onun axırını danışmağa. Yəni, bax, bu belə şey, mən indi mətni oxuya yadıma düşür, məsələn, elə bir şey olmamalıdır. Bu da onu deyir. Deyir ki, danışılan hadisə güya haqqında məlumatdırsa, vaxtın boşa getməsinin qarşısını almamalıdır. Tez axırını deməlidir. Tez o söhbətin əsas məğzini deməlidir. Olmaz. Gözləməlidir, səbirlə başqası danışmalıdır. Deməli, bu yanlış fikir. Başqasının söhbətinə qoşulmaq üçün söhbət edənlərin özlərinin də sənə müraciət etmələrini gözləməlidir. Bəli, özləri müraciət etməsələr söhbətə qoşulmamalısan. Deməli, D bəndi.